Aha. Deməli, müəllimlər, bugünkü dərsimiz qəbul tipli pedaqoji prinsiplərdir. Hansı ki, qəbul tipli nəyə görə bunları bir yerdə, yəni izahını verirəm. Qəbul tipli pedaqoji prinsiplər deyərkən burada həm təlimin təşkilinə verilən tələb və prinsiplər, atdığım sonuncu mövzu, təlim strategiyasının içərisində yer alan təlimin təşkilinə verilən tələb və prinsiplər qeyd olunur. Eyni zamanda keçdiyimiz dərslərdə didaktik prinsiplər, həmçinin də bizim kurikulumun prinsiplərdir ki, hansı ki, gəlin bir yerdə baxaq görək kurikulumun prinsipləri hansılardır. Kurikulumun prinsipləri ümumiyyətlə bir-bir baxsaq, birinci gəlir bizdə pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığı nədir? Pedaqoji prosesin tamlığı deyərkən mən keçən dərslərdə də izah eləmişəm ki, hansı halda pedaqoji proses tam şəkildə, yəni biz buna tam, yəni natamam deyil də tam bir belə deyək də təlim fəaliyyəti nəzərdə tuturuq. Ona görə ki, baxın, öyrədici xarakter daşıması, öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşıması. Bu nə deməkdir? Bir izahını verəcəm ki, baxın, təlim-tərbiyə prosesinin öyrədici olması. Öyrədici odur ki, uşağa deməli biz biliyi ötürürük, düzdürmü? Bilik nədir? İnformasiya. İnformasiyanı ötürürük və bu informasiyanı tərbiyə edici ruhda. Məsəl üçün, bizim tərbiyə növlərimiz var. Olsun, tutsun birinci əqli tərbiyə, olsun fiziki tərbiyə, olsun estetikmi, əxlaqmı, fərqi yoxdur. Biz bunu uşağa necə aşılamalıyıq? Öyrədici kimi öyrədirik. Necə? Didaktik formada, idraki formada, uşağı qavradığı formada mənimsədirik uşağa. Hər bir uşaq mənimsəyir. Okey, bu öz yerində. Amma tərbiyə edici forması odur ki, biz uşağa, məsəl üçün, hansısa bir mövzu tutalım ki, bugün bayraq şeirini uşağa öyrədirəm. O bayraq şeirində uşağa sadəcə, yəni mən ona əzbərlətmirəm. 2 və yaxud da 3 bənd sən öyrəndin, bu şeiri bilirsən, vəssalam, get. Bunu demirəm. Mən onun açıqlamasını verirəm. Bayraq şeirinin mahiyyətini verirəm. Orada təbliğ olunan fikirləri, ideyaları mən ona başa salmalıyam. Əxlaqi fikirləri, deməli, hansı ruhda, hansı belə deyək də, əxlaqi formada aşıladığımız, təbliğ etdiyimiz ideyaları, mənəvi xüsusiyyətləri mən onu uşağa çatdırmalıyam. Eyni zamanda tərbiyə edici funksiyasından sonra gəlir inkişaf etdirici. İnkişaf etdirici də budur ki, artıq uşaqda davamlı formalaşmış, belə deyək də, tərbiyə edicidən sonra davamlı formalaşmış xüsusiyyətlərdir ki, uşaq artıq bunu təbliğ, belə deyək də, uşaq da bunu vərdiş halına alsın və uşaq artıq bilsin ki, məsəl üçün, gələn dəfə mən bu şeiri danışanda hansı formada danışmalıyım. Təkcə bunu əzbərləməkdə deyil də, idraki, kognitiv formada ümumiyyətlə beyinlə qavramaq, əqli tərbiyə kimi qavramaq deyil də, həmçinin onun əxlaqi formada aşılanmasını, yəni onun nəyi necə başa düşürəm, məzmun, mahiyyət etibarilə ilə uşaq bunu əlaqələndirməlidir. Yəni, inkişaf etdirici bir xarakter daşımalıdır. Əgər burada, məsəl üçün, sadəcə öyrədirəmsə, sadəcə mənimsədirəmsə, burada pedaqoji prosesin tamlığı pozulmuş olur. Sən informasiya verə bilərsən, sən müəllimsən, bilik ötürə bilərsən, amma onu tərbiyə edici formada, inkişaf etdirici formada, əgər sən onu dediyim kimi, hansısa bir mövzunu sən onu aşılayırsansa, yəni, onu uşağa tam mənimsətmirsənsə, orada ifadə olunan fikirlərin məğzini uşağa tam çatdıra bilmirsənsə, sən pedaqoji prosesin tamlığını təhsil verən şəxs olaraq pozmuş olursan. Eyni zamanda, təhsildə bərabər imkanların yaradılması nə deməkdir? Bərabər imkanlar budur ki, təhsil alanlar üçün eyni təlim şəraitinin yaradılması, yəni, bugün mən uşaq yönümlü təhsil, demokratik təhsil mühitində təhsildə bərabər imkanların yaradılması deyərkən mən burada diferensiallığı da götürə bilərəm. Eyni zamanda sağlamlıq imkanı məhdud uşaqlarla işləmə prinsipimi də götürə bilərəm. Həmçinin də uşaq yönümlülüyü əsas olaraq götürə bilərəm. Yəni, mən burada hər üçün də nəzərə almalıyam. Həm uşaq yönümlülüyü, həm diferensial təlim mühitinin qurulması, eyni zamanda da inklüzivliyi önəm daşımalıyam. İndi burada deyirik ki, eyni təlim şəraitidir, təhsil prosesinin uşaqların meyl, marağı, potensial imkanları nəzərə almaqla tənzimləməsi. Zaten son cümlə mənim uşaq yönümlülüyün açar sözüdür. Hansı ki, burada qeyd edirik ki, deməli, meyl, maraq, potensial imkanlarını nəzərə almaq. Meyl, maraq, potensial imkanlarının nəzərə alınması. Burada, deməli,
Eyni differensial metodda differensial təlim mühiti uşaq yönümlülüyün içərisində yer alır. Differensiallıq nədir? Təlimin təşkilinə verilən prinsiplərdə biz differensiallığı qeyd etmişik ki, different sözü, sözün kökü different, different ingilis dilindən tərcümə edə bildiyimiz kimi müxtəliflik deməkdir. Yəni təlimdə müxtəlifliyin və fərdi xüsusiyyətlərin nəzərə alınması. Uşaqlara fərdi və müxtəlif və fərdi yanaşma. Müxtəlif və fərdi yanaşma nə deməkdir? Sənin qrupunda bütün uşaqların imkanları eyni ola bilməz. Sənin qrupunda dərs keçdiyin, təlim keçdiyin uşaqların hər birinin sən fərqli xüsusiyyətlərini sən araşdırmalısan. Yəni belə deyək də, hər birinin müxtəlifliyini də, fərqliliyini də, eyni zamanda müxtəlifliyi nəzərə alaraq, o fərqliliklərə vararaq onlara belə deyək, differensial yanaşma, yəni fərdi, differensial sözünün açar mənası fərdi yanaşaraq onlara həmin o differensial yanaşma modelində təlimini keçməlisən. Deməli, bəs yaxşı, qəbulda sual verilsə ki, hansı uşaq yönümlülük tutalım ki, uşaq yönümlülük təhsilə aid olanı seçin. Orada differensiallığı da verə bilər. Təhsildə bərabər imkanların yaradılması da verə bilər. İnklüzivliyi də verə bilər. Hansını götürəm? Təbii ki, hamısı cavabdır. Amma təbii ki, hamısını verməyəcək. Çünki elə bir fərqli formatda situasiyanı verəcək ki, məsəl üçün deyək ki, tutalım deyirik ki, uşaqların meyil, maraq, potensial imkanları nəzərə alınması, uşağın yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması. Sən bunu differensial mı götürərsən, yoxsa uşaq yönümlü mü? Əlbəttə ki, cavab olacaq uşaq yönümlü. Yox, əgər desək ki, fərdi və belə deyək də, müxtəlifliyin qəbul olunması, fərdi və müxtəlif xüsusiyyətlərin nəzərə alınması, eyni zamanda müxtəlifliyi nəzərə alaraq fərdi yanaşma modelidirsə, təbii ki, differensiallıq götürüləcək. Bəs yaxşı, o differensiallıq nəyin tərkibinə daxildir? Uşaq yönümlü təhsil modelinin tərkibinə daxildir. Hansı böyük bir anlayışdır? Differensiallıq mı? Uşaq yönümlülük mü? Təbii ki, uşaq yönümlülük böyük bir anlayışdır. Differensial təlim mühiti də uşaq yönümlülüyün içərisində yer almış olur. Bəs yaxşı, inklüzivlik nədir desək, inklüzivliyi sonda burada zaten yəni içərisində yer alır burada. Prinsiplərin içərisində burada qeyd etmiş olacağım inklüzivliyi. Təlimin differensiallaşdırılması, eyni zamanda inklüziv təhsil. İnklüziv təhsildəki bərabər imkanların yaradılması, bəli. Çünki biz inklüziv təhsildə inşallah keçəndə oxuyanda görəcəyik ki, uşaqlar hər bir uşağın nə bilim qüsurundan asılı olmayaraq, hər bir uşağın fərqli xüsusiyyətlərindən asılı olmayaraq hər kəsin təhsildə bərabər imkanlar hüququ qorunmalıdır. Çünki təhsil hamı üçün, hər kəs üçün əlçatan olmalıdır. Heç bir uşaq təhsildən kənarda qalmamalıdır. Yəni biz heç bir uşağın belə deyək də psixoloji olaraq heç bir uşağın pozuntusunu biz belə deyək də kompleks eləməməliyik. Heç bir uşağın pozuntusunu biz ortalıqda hallandırmamalıyıq. Ona görə də təhsildə bərabər imkanların yaradılması deyəndə təkcə meyil, maraq və potensial imkanlar demirik. Eyni zamanda bura bayaq qeyd etdiyim kimi, yəni differensiallığı, uşaq yönümlülüyü, həmçinin də inklüzivliyi daxil etmiş oluruq. Bəs yaxşı, şəxsiyyət yönümlülüyü nədir? Şəxsiyyət yönümlülük deyəndə biz bilirdik ki, şəxsiyyət yönümlülük deyəndə yalnız 4 komponent bizim gözümüzün qabağına gəlməlidir. Hansı ki, uşağın idrakıdır, ünsiyyətidir, psixomotor deməli fəaliyyətdir. Eyni zamanda da bizdə milli bəşəri dəyərlərin formalaşdırılmasıdır. Aydındırmı? Deməli, nədir burada? İdrak, ünsiyyət, psixomotor, milli bəşəri dəyərlərin formalaşdırılması. Biz idrak deyərkən qeyd etmişdik ki, idrak zaten nədir? İdrak uşaqların kognitiv, didaktik materiallarla uşağın beynin qavraması, uşağın belə deyək də dərk etməsi, başa düşməsi, anlaması, təhlil, tərkib, analiz, sintez etməsi. Bəs yaxşı, ünsiyyət nədir? Ünsiyyət isə nitqdir. Uşağın şərh etməsi, uşağın danışığı, özünü təqdim etməsi, dialoqa, canlı ünsiyyətə, dialoqa girməsidir. Çünki danışıq, nitqdən hər şey başlayır. Nitqim varsa, ünsiyyətim də var. Psixomotor isə biz qeyd etdik ki, psixomotorda bizim hərəkətliliyimizdir. Hansı hərəkətlilik? Psixomotor biz deyəndə fiziki inkişaf, sağlamlıq, təhlükəsizlik gözümüzün önünə gəlməlidir ki, bizim həm böyük, həm kiçik motorikamız. Psixomotor deyərkən təkcə biz qaçmağı, tullanmağı, belə deyək də,
hərəkətlik fəaliyyətini biz nəzərdə tutmuruq. Eyni zamanda bizim əl koordinasiyamız var, bizim kiçik motorikamız, kiçik əzələlərimizin inkişafı var eyni zamanda. Həmçinin milli bəşəri dəyərlər də deyəndə biz daha çox Azərbaycançılıq bizim gözümüzün önünə gəlir didaktik prinsiplərdən, amma Azərbaycançılıqla da biz fərqləndirmişdik ki, Azərbaycançılıqda daha əxlaqi belə deyək də tərbiyə və əxlaq tərbiyəsi. Bayaq dediyim kimi pedaqoji prosesin tamlığında biz tərbiyənin rolunu, tərbiyə edici funksiyasını da biz tərbiyənin növlərini ki sadaladım, daha çox əxlaq tərbiyəsi gözümüzün önündə durur. Çünki Azərbaycançılıqda uşaq onu nəinki dildə, ağızda söyləməlidir, dərk etməlidir, uşaq onu canlandırmalıdır, uşaq onu içdən gələn formada təzahür etdirməlidir. Ona görə də, yəni milli bəşər dəyərlərinin formalaşması, məsəl üçün mən bugün o uşağı şəxsiyyət yönümlü deyərəm ki, sadəcə himnimizi bilir, sadəcə adət-ənənələrimizi bilir, məlumatlıdır. Şəxsiyyət yönümlü uşaqdır, çünki məlumatlıdır. Amma onu nə dərəcədə təbliğ edə bilər, onu nə dərəcədə rolla canlandıra bilər, bunu mən şəxsiyyət yönümlü deyə bilmərəm. Mən bunu artıq canlandırmaq deyirəmsə, artıq mən bunu formalaşdırmaq deyirəmsə, milli bəşəri dəyərlər formatında deyirəmsə, Azərbaycançılıq olacaq. Yaxşı. Uşaq yönümlülük nədir? Uşaq yönümlülüyü haqqında çox danışmışıq deyə mən bunun üstünə çox qalmayacağam. Sadəcə uşaqların bütün uşaq yönümlülüyü bir kəlmə belə loru dildə başa salım ki, müəllimsiniz, məşğələni keçirsiniz. Məşğələni daha maraqlı keçin. Uşağı sadəcə məşğələ keçmək xatirinə bugün məşğələni yola verim, yox. Uşağı daim maraqla, uşağı daim həvəsləndirici təlim mühiti belə deyək, formalaşdıraraq. Uşaq yönümlü deyəndə ağlınıza birinci motivasiya gəlsin. Çünki uşağa motivasiya verici, motivasiyalı belə deyək də məşğələ, motivasiya xarakterli məşğələ keçsin. Ona görə ki, biz deyirik ki, uşağa əyləncələr qatın, əyləncəli məşğələni daha əyləncəli edin. Uşaqları daha belə deyək də musiqi ilə də keçə bilərsiniz təbii ki, oyunlar qataraq da sujetli rollu oyunlar, hansı ürəyiniz istəsəz, yəni oyun əsaslı təlim fəaliyyətinə oyunlar qataraq siz belə deyək də uşaq yönümlülüyü əsas tutaraq təbii ki, uşağın marağına maraq qata bilərsiniz, əyləncə qata bilərsiniz və bu da təbii ki, uşaqların daha da belə deyək də inkişafının stimullaşdırılmasına gətirib çıxarır. Bəs yaxşı, nəticə yönümlülük nədir? Biz bu qeyd edək ki, burada nəticə yönümlülüklə, burada bir dəqiqə qeyd edeyim. Burada nəticə yönümlülük də bu hissədə. Nəticə yönümlülük də bir dəqiqə qeyd etdim. Nəticə yönümlülüklə şəxsiyyət yönümlülük, bax bu hissə. Şəxsiyyət yönümlülük bu ikisi təlimin təşkilinə verilən prinsiplərlə eynilik təşkil edir, bir də didaktik prinsiplərlə. Aydındırmı? Desəz ki, hansı daha böyük anlayışlı, hansını götürək? Didaktik mi? Təlimin təşkili, təbii ki, təlimin təşkilinə verilən tələb prinsipi olacaq. Didaktik də önəmlidir, amma təlimin təşkilinə verilən tələb prinsiplərdə biz daha çox pedaqoji prosesə köklənirik, pedaqoji prosesin tamlığını qorumağa öhdəlik götürürük. Burada nəticə yönümlülüyü qeyd eləyərkən, məsəl üçün, biz didaktik prinsipdə də demişik ki, təhsilin məzmunun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında, zaten harda əvvəlcədən, öncədən nəticə sözü görürüksə, nəticə bizim nəticə yönümlülükdür. Amma başqa cür necə, məsəl üçün, testlər də verə bilər? Verə bilər ki, bizim belə deyək də, standart olaraq alt standartın reallaşdırılması. SMART abreviaturasına uyğun olaraq məqsədin belə deyək də həyata keçirməsi. Cari planımı bugün yazıram və cari plan üzrə mən belə deyək məqsədi, təlim nəticəsini həyata keçirməliyəm. Cari planımdır, mənim məqsədimdir, alt standartımda açar sözlər olaraq nəticə yönümlülük götürürəm. Yox, ümumi təlim nəticəsi çatmaq deyimsə, bu artıq perspektiv planımdır. İlin sonunda perspektiv planı belə deyək də reallaşdırmaq üçün müəllimin ümumi təlim nəticəsinə çatması nəticə yönümlülükdür. Yox, əgər sual versə ki, nəticə yönümlülük prinsipinin məqsədi nədir desə, məqsədi artıq onu qeyd eləyəcəksiniz ki, məqsəd məhsuldarlıqdır. Müəllimin məhsuldar bərabərdir produktiv olması deməkdir. Bir də təkrar edirəm. Nəticə yönümlülük təlimin təşkilinə verilən prinsip olaraq nəticə yönümlülük istər didaktik prinsipi fərqi yoxdur. Nəticə yönümlülük prinsipinin məqsədi nədir? Məqsədi müəllimin
produktiv, məhsuldar bir müəllim olması. Yəni bu produktivin altında məhsuldar o deməkdir ki, müəllimin məhsuldarlığı həmin bu, belə deyək, əvvəlcədən qoyduğu o məqsədə çatması deməkdir. Nəticəvi olması deməkdir. Nəticəvi də odur ki, əvvəlcədən işini bilən, planını da quran, düzgün icmalı planlı olmuş müəllimdir. Yox, kör-körənə olursa, yox, əvvəlcədən düşünülməmiş formada məşğələni keçəcəksə, belə deyək, bu məşğələnin sonunu düşünməyəcəksə, burada heç bir nəticə yönümlülükdən söhbət gedə də bilməz. İnkişaf yönümlülük nədir? İnkişaf yönümlülüyü zaten biz keçmişdik. İnkişaf yönümlülükdə didaktik prinsiplərdə biz demişdik ki, harda inkişaf sözü görürəmsə, heç inkişaf verməsin, versin ki, elə davamlı təhlil, versin ki, şəxsi inkişafın izlənilməsi, nə bilim, yekun hesabat, biz bircə diaqnostik qiymətləndirməni yadınızdadırsa uşaq yönümlü demişdik. Qiymətləndirmə növü olaraq şəxsi inkişafı izləmə, bir də yekun hesabatı biz təbii ki, inkişaf yönümlüdə qeyd etmişdik ki, yəni formativ, summativ sözü o deməkdir. Formativ şəxsi inkişafı izləmə, summativ yekun hesabatımızdır. Bilik, bacarıq və vərdişlərin inkişafının təmin olunması. Baxın, bax bu inkişaf sözü. Bilik, bacarıq inkişafının təmin olunması. Başqa inkişaf yönümlülüyü, məsəl üçün biz necə sezə bilərik? Belə bir situasiya deyim ki, belə bir situasiya verim ki, uşağı belə deyək, bir şəxsiyyət kimi yetişdirirsiniz, okey, öz yerində, amma uşağı davamlı inkişafında, onun davamlı təhlilini, formativ qiymətləndirməsini aparmırsınız. Uşağı müşahidə etmirsiniz. Təbii ki, uşağı müşahidə edərək siz qiymətləndirmənizi aparmalısınız. Amma zəiflik var, eləmirsiniz. Çünki bu boşluqlarınız bir müəllim olaraq, siz tərəfdən, o uşaqlıq bir problem deyil. Məsəl üçün, siz təhsil verən şəxs olaraq bu boşluqlara yol verirsinizsə, uşağı davamlı müşahidə aparıb qiymətləndirmirsinizsə, onun şəxsi inkişafı cədvəlini izləmirsinizsə, deməli, sadəcə elə bugün biliyi ötürüm, informasiyamı verim, bu biliyi verdim, düzdürmü? Burada məndə biraz problem yaranır. Bircə dəqiqə. Aha, yox. Bu hissədə, bircə dəqiqə, aha. Burada baxın, bax bu bilik hissəsində, bu biliyi verdim. Bilik nədir? İnformasiya. İndi mən bu informasiyanı bacarığa çevirməliyəm axı. Neynəməliyəm? O bacarığı, üzr istəyirəm, o informasiyanı fəaliyyətə çevirməliyəm. Bacarıq fəaliyyət deməkdir. O verdiyim informasiyanı əgər uşaq bugün fəaliyyətdə, ötürdüyüm biliyi bugün uşaq fəaliyyətdə tətbiq edə bilmirsə və daha sonra onu vərdişə çevirmə halı yaranmırsa, deməli, sən inkişaf yönümlü bir müəllim deyilsən. Sabah o uşaq bunu tətbiq etməyəndə sənin keçdiyini, yəni, sadəcə müəllimə keçib də, amma o qədər olur ki, bu məktəbdə də rastlaşırıq da, yəni, deyir, müəllimə bugün keçdi bunu, amma mən onu başa düşmədim. Sadəcə keçdi dərsini. Dərs xatirinə, məşğələ xatirinə keçdi də, bugün məşğələni keçdi, uşaqları yola verdi. Amma o uşaq sabahların, məsəl üçün ona bu mövzudan sual verir ki, axı keçimsiz müəllimə sizə məşğələ keçib, şeir öyrədib, onu musiqi ilə də verib, məsəl üçün. Sən niyə bunu yadını tutalım ki, elə-belə əzbər xatirinə öyrənirəm, amma heç də başa düşmürəm və yaxud da tətbiq eləyə bilmirəm, çatmadı mənə bu. Hə, gəl o iş öhdəliyi düşür valideynin üstünə ki, valideyn bunu möhkəmləndirsin, təbii ki. Söz yox, valideyn də eləməlidir, amma müəllim inkişaf yönümlü bir müəllim olaraq biliyi bacarığa çevirməlisən sən. Yəni, tutalım ki, bax, necə izah eləyim, sən tutaq ki, bugün ətraf aləmlə tanışlıq məşğələsi keçirsən, bitkilər haqqında uşaqlara informasiya verirsən, bitkilərin necə böyüməsi haqqında, necə inkişafı haqqında, ətraf aləmə tutalım faydaları, zərəri, ziyanı, təhlükəsizliyi, təhlükəsi və s. haqqında məlumat, yəni bunu tutalım ki, verirsən, amma sən onu fəaliyyətdə sabah o bitkini necə becərməlisən? O bitkini necə istifadə etməsi, o bitkiyə necə qulluq etmə qaydaları, onu necə böyütmə qaydaları haqqında ətraflı məlumat vermirsənsə, sabahsı günü bizim ekoloji, deməli,
belə deyək də, təmizliyimizlə bağlı, bizim ekoloji tərbiyəmizdə yer alan havanın təmizliyi olsun, çirklənməsi olsun, ümumiyyətlə ətraf aləmlə bağlı, yəni bizim nə dərəcədə atmosferimizin təhlükəsizliyi ilə bağlı, bu bitkilərin bizim təbəqəmizdə rolu haqqında bizim belə deyək də, məlumat uşağa düzənməli çatdırmırsansa, əhəmiyyəti haqqında məlumat vermirsənsə, deməli bu uşaq onu nə fəaliyyətdə tətbiq edə bilməz, həm pedaqoji prosesin belə deyək də, yuxarıda qeyd etdiyim kimi inkişaf etdirici xüsusiyyətini, həm tərbiyə edici, inkişaf etdirici xüsusiyyətini pozursan, həm də ki, o uşaq onu sabah belə deyək də, tətbiq edə bilməyəcək. Tətbiq edə bilməyəcək. Çünki o uşaq onu praktik olaraq tətbiq etməlidir ki, fəaliyyətdə onu vərdişə çevirə bilsin. Vərdiş də nədir? Vərdiş uşağın artıq əldə etdiyi bir vərdiş dəyişməsi asan olmayan bir davranış modelidir. Hansı ki, uşaq onu artıq yaddaşında möhkəmlənmiş halda. Artıq uşaq onu dəfələrlə də desən, onu o proseduru həyata keçirəcək, yəni edəcək. Bu qədər inkişaf yönümlü. Tələb yönümlülük də ki, biz zaten demişdik didaktik prinsipdə ki, bizim dövlətin dəyişən tələb ehtiyacı və s. nəzərə alınması sadəcə olaraq tələb yönümlülüyü bir yerdə qeyd edeyim ki, tələb yönümlülükdə biz daha çox belə deyək də dövlətlə ayaqlaşma sözü, məsəl üçün müasir kurikulum bizə deyir ki, sən təlimi daha müasir interaktiv metodlarla keçməlisən. Yəni fərd bir uşaqdır, bir insansan, artıq cəmiyyət toplumdur. Getdikcə yəni o uşaqların cəmiyyətə adaptasiyası, kollektiv. Bayaq tutam ki, fərdi məşğul olursan bu gün, fərdi şəxsiyyətə çevirirsən, sabah o şəxsiyyəti kollektivdə neynirsən? Artıq onu adaptasiya edirsən qrupa ki, o uşaq sosiallaşsın, cəmiyyət olsun da tutalım, yəni toplum cəmiyyəti. Dövlət isə cəmiyyətlə dövlətin daxilində formalaşmış bir, belə deyək də, kollektivdir, yəni hansı ki, fərd cəmiyyətdən asılıdır, cəmiyyət də dövlətdən asılıdır. Bir-birinin içərisində yer alır. Təbii ki, dövlət daha böyük anlayışdır. Və burada inteqrativlik də təbii ki, əlaqələndirmədir. Bu haqda istəmirəm çox qalmaq, çünki zaten biz bunları keçmişik, yetərincə izahlarımız var, bilirik. Sadəcə burada əlavə olunan bu qəbul tipli prinsiplərdə nəyə deyirəm biləsiniz? Qarışıq salırlar situativ şəkildə qəbulda. Fəaliyyətin stimullaşdırılmasıdır, dəstəkləyici mühitin yaradılmasıdır, mədəniyyət prinsipi, sistemlilik, ardıcıllıq, əyanilik prinsipi. Yəni, bunlar təlimin təşkilinə verilən tələb prinsiplərdir. Didaktik prinsip eyni zamanda bizim kurikulumun prinsiplərindən qarışıq şəkildə verilir. Məsələn, fəaliyyətin stimullaşdırılması bizim kurikulumumuzda, tezarümüzdə yer alır. Tezarüsün özündə. Tezarüsdə bizim bu 54 səhifəlik dövlət tərəfindən verilmiş məktəbə qədərin kurikulumundadır. Hansı ki, stimullaşdırmanın açar sözü ilə stimullaşdırma motivasiyadır. Stimullaşdırma pedaqoji prosesin səmərəliliyidir. Stimullaşdırma təlimə marağın artırılmasıdır. Hansı ki, sən uşaqda motivasiya, həvəs oyatmalısan ki, onu təlimə daha da təlimin adaptasiya edəsən. Və uşaq əgər təlimə adaptasiya olursa, artıq o təlimdə belə deyək də gördüyü fəaliyyətlər nəticəsində də irəliləyişləri qeyd olunur, uğurları qeyd olunur və nəticə etibarilə də uşaqlar daha uğurlu təlim nəticələrinə istiqamətləndirilir. Üzr istəyirəm. Dəstəkləyici mühitin də yaradılması, dəstəkləyici mühit deyəndə biz keçəcəyik növbəti dərsimizdə inşallah bizim maddi texniki bazamızdır, bizim infrastrukturumuzdur, müəssisənin daxili infrastrukturu, müəssisə xarici, yəni müəssisənin ətrafı, həyətyanı sahəmiz, eyni zamanda da maddi texniki baza əsasında müəssisə daxili sağlam mənəvi psixoloji mühitin təşkil edilməsi, əlverişli və təhlükəsiz təlim şəraiti. Eyni zamanda da güşələr, fəaliyyət mərkəzlərimizdir ki, hansı ki, dəstəkləyici mühitin yaradılması. Bir də qeyd edeyim ki, burada inkişaf yönümlü didaktik prinsipində qeyd edirsiniz elm güşəsidir. Elm güşəsi inkişaf yönümlüdür. Çünki elm güşəsi nədir? Uşaqların daim tədqiqatlarla araşdırması, araşdırma aparması, uşaqların maraqları
belə deyək də, arayıb araşdırma, tədqiqatlar aparma, elm güşəsinin açar sözlərdir. Elm güşəsi inkişaf yönümlülükdür. Dəstəkləyici mühitin yaradılmasını da qeyd etdim. Eyni zamanda gəlir mədəniyyət prinsipi. Mədəniyyət prinsipi deyərkən digər adı bizim didaktikdə dünyəvilik prinsipidir ki, çünki bu mədəniyyət niyə adı vermişik biz buna? Çünki birdən gələr qəbulda düşər, heç dünyəvilik prinsipi verməz, mədəniyyət söhbəti düşər. Mədəniyyət adı altında. Məsəl üçün deyər ki, müxtəlif mədəniyyətlərin qəbul olunması, müxtəlif xalqların müxtəlif mədəniyyətlərə hörmət prinsipi. Biz demişdik zaten 4.3 standart olaraq hörmət, dözüm, tolerantlığı qeyd etmişdik ki, hansı ki, müxtəlif, ümumiyyətlə, əcnəbi xalqın, ölkənin mədəniyyətlərinin dəyərlərini çatdırmaq uşaqlara, o mənəvi dəyərləri aşılamaq, mədəni dəyərləri tədris etməkdir. Yəni, uşaq artıq bilməlidir ki, tutalım ki, müxtəlif xalqların adət-ənənələri haqqında məlumatlı olmaq, yəni, sabahsı günün qrupda başqa vətəndaşın, belə deyək də, xarici vətəndaşın övladı ilə bir yerdə biz onu həmçinin təhsillə bərabər imkanların yaradılması kimi də götürməliyik. Yəni, biz o uşağı da təcrid edə bilmərik, yəni təhsildən, qrupdan təcrid edə bilmərik. Ona görə də uşaq bu 4.3-ü anlamalıdır. Hörmət, dözüm, tolerantlığı uşaqlara aşılamalıyıq ki, biz mədəniyyət prinsipini, dövlətlər arası mədəniyyəti, xalqı ümumiyyətlə də uşaqlara tədris edə bilək. Yaxşı, sistemlilik, ardıcıllıq nədir? Görürsünüz, birinci deyirəm sistemli, sonra deyirəm ardıcıl. Eyni əslində, belə deyək də, kəlmədir, eyni deməli, anlayışdır. Çünki biz tədris prosesində məntiqi cəhətdən, məntiqi əlaqələrin gözlənilməsi, dərs materialını daha asan qavramasını təmin etmə o deməkdir ki, əgər sən sistemli bir müəllim olaraq sistemli gedirsənsə, ardıcıl olaraq mövzunu keçirsənsə, mövzunu məzmunla əlaqələndirə bilirsənsə, deməli sistemli ardıcıllıq varislikdir, digər bir adı didaktik prinsip olaraq mötərizədə qeyd edərsiniz varislik. Eyni ilə də, yəni varislik prinsipinin komponentlərini, açar sözlərini özündə ehtiva eləyir. Tədris prosesində məntiqi əlaqələrin gözlənilməsi, mövzu və məzmunun bir-biri ilə əlaqələnməsi və təlimin sadədən mürəkkəbə doğru sistemli və ardıcıl şəkildə tədris olunmasını təmin edir. Aydındır? Aha. Əyanilik nədir? Əyanilik nədir? Əyanilik vizuallıqdır, əyanilik bizim resurslarımızdır, əyanilik bizim əsas əyaniliyi sensorla qeyd eləyirsiniz, sensor tərbiyəmizdir. Sensor nə deməkdir? Hiss edilə bilən, əllə toxunula bilən, yəni 1-3 yaş dönəmində uşaqların körpəlik dövründən ətraf aləmi qavraması nədir? Onların hiss üzvləri, hiss duyğu üzvləri vasitəsilə ətraf aləmə bələdləşməsidir, əşyaları qavramasıdır. Çünki uşaq konkret olaraq, əyani olaraq görür, amma onu toxunmalıdır, onu əldə hiss etməlidir. Hissi perseptual, belə deyək də, kognitiv sfera deməkdir əyanilik. Hiss edilə bilən vasitələr əsasında qurulma prinsipi, görürsünüz, adı görünür, hiss edilə biləni mötərizədə qeyd eləyirsiniz ki, hiss edilə bilən vasitələr, yəni hissi, perseptual üzvlərimiz vasitəsilə, yəni sensor, hissi, perseptual, sensor, hər üçü də eyni anlayışda. Sensor duyğularımız əsasında qurulması prinsipidir, çünki uşaqları əyanilik nədir? Əyanilik məktəbə qədər də olduqca vacibdir. Uşaq əyani olaraq daha çox qavrayır, görür, onu toxunaraq duyur, istər tapşırıq icra edərkən, istər əşyavi manipulyativ fəaliyyətdə, yəni əşyalarla təmasda olarkən, istər oyuncaqlarla oynayarkən fərqi yoxdur. Yəni, bu uşağın daha da marağını stimullaşdırır, yuxarıda qeyd etdiyimiz kimi, fəaliyyətin stimullaşdırma sözü zaten harada gördüksə maraq, həvəs deməkdir, stimullaşdırmanın mənası və uşaqların öyrənməyə olan marağını stimullaşdırır. Çünki nə? Neyinir? Həvəsləndirir, motivə edir və uşaqların da bu öyrəndiklərinin daha da keyfiyyətli mənimsənilməsində. Sonda nə durur? Sonda gəlir mənimsəmə. Əyanilik sonda uşaqların keyfiyyətli mənimsənilməsinə səbəb olmuş olur. Yəni, əyaniliyin əhəmiyyəti budur. Soruşulsa ki, əyanilik təlimin təşkilinə verilən prinsiplərdə əyaniliyin nə dərəcədə əhəmiyyəti var? Deyəcəksiniz ki, həm vizuallığı, həm uşaqların sensor, hissi, perseptual üzvü vasitəsilə əşyanı
qavraması və bu da uşağın təlimdə səmərəliliyini stimullaşdırır, uşaqların öyrənməyə həvəsini artırır, uşağın maraq dünyası, eyni zamanda uşağın sonda keyfiyyətli mənimsəməsinə şərait yaradır. Yaxşı, əməkdaşlıq prinsipi nədir? Əməkdaşlıq adı üstündə kooperativlik deməkdir. Deməli, bizim müəllimin 4K bacarığından kommunikativi demişdik, kreativliyi demişdik. Kooperativlik də bizim əməkdaşlığımızdır. Hansı ki, təlim prosesində uşaq və böyüklərin birgə fəaliyyəti üçün olan prinsipdir. Zaten bu müəllim-uşaq münasibəti olsun, müəllim-valideyn münasibəti olsun, eyni zamanda valideyn-uşaq. Yəni, bu üçbucaq əməkdaşlığı biz daim gözümüzün önündə canlandırmalıyıq. Yəni və bir-birinə açar söz olaraq zaten iş formalarında da qeyd etmişdim ki, bir-birinə ən yaxın sözləri bizim əməkdaşlığımız deməkdir. Eyni zamanda əməkdaşlıq görəndə birinci olaraq bizim cütlərlə iş forması gözümüzün önünə gəlir. Bəs yaxşı, təlimin differensiallaşdırılması nədir? Differensiallıq haqqında bayaq da qeyd etdim. Dönə-dönə də yenə qeyd edirəm ki, uşaq yönümlü təhsilin bir qoludur. Desəniz ki, hansı daha böyük anlayışdır? Deyərəm, təbii ki, uşaq yönümlü demokratik təhsil. Amma təlimdə differensiallığın qorunması nə deməkdir desəm, differensiallıq fərdi sözü. Harda fərdi görürsünüzsə, harda different sözün kökü ingilis dili sözündən götürülüb. Different nədir? Müxtəliflik deməkdir. Harda fərdi, harda müxtəliflik görürsünüzsə, bu bizim differensiallaşdırma prinsipimizdir. Çünki deyirik ki, uşaqların fərdi öyrənmə ehtiyaclarına, öyrənmə tərzləri aydındır. Fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması, uşaqların öyrənmə tərzləri və maraqlarına uyğun olaraq təlimin sürəti, səviyyəsi və ya növünün dəyişdirilməsidir. Təlimin differensiallaşması deyəndə biz VAKO abreviaturasını gətirin qoyun burada, VAKO-nu. Çünki VAKO bizim öyrənmə tərzimizdir. Biz demişdik ki, uşaqlar vizual olaraq öyrənir, audial olaraq, kinestetik, hərəkətli olaraq. Elə uşaq var, oxuyub yazanda daha yaxşı mənimsəyir. Elə uşaq var ki, yəni belə necə deyim, onu görür, daha çox görərək, duyaraq, əyani formada uşaq daha yaxşı mənimsəyir. Yəni, bütün bunu belə deyək də, bu müxtəlif maraqlar, baxın, müxtəlif sözü zaten burada qeyd olunur ki, müxtəlif maraqlara, deməli, müxtəlif maraqlara, şəxsiyyət tipinə, öyrənmə tərzlərinə və akademik biliklərə malik olurlar. Yenə də müxtəlifdir. Hər uşaq eyni biliyə malik ola bilməz. Akademik, yəni daha yüksək biliklər, daha yaxşı təcrübə qazanmış biliklər. Yəni, bu da hər uşaqda olmur təbii ki. Fərqli-fərqli düşüncələr, fərqli-fərqli, deməli, fikirlər, fərziyyələr səsləndirə bilər uşaqlar, müxtəliflikdir. Yəni, bu da differensiallıqdır. Uşaqların öyrənmə tərzi, bax, onu gətirdim, qoydum. Sonra şəxsiyyət tipi, əlbəttə, hər uşaq bir ailədən gəlir, fərqli-fərqli tipdə uşaqlar olur, fərqli-fərqli ailə quruluşunda olan uşaqlar olur. Eyni zamanda müxtəliflik, müxtəlif maraqlar, eyni zamanda müxtəliflik deyərkən də biz burada dedim bayaqki kimi inklüziv uşağı da götürə bilərik, inklüzivliyi də götürə bilərik, həm də uşaqların fərqliliklərini. Yəni ki, ümumiyyətlə hansı, yəni belə deyək də, metodundan asılı olmayaraq inklüziv mi olsun, tutalım ki, asan çətin qavrayan uşaq mı olsun, hansısa bir pozuntusu uşaq mı olsun, fərqi yoxdur, sağlam uşaq olsun, amma fərqli formada öyrənmə tərzinə malik uşaq olsun, fərqi yoxdur. Bizim differensiallığımızın, təlimdə differensiallığı qorumağımızın məqsədi odur ki, uşaqların müxtəlifliyini nəzərə alaraq onların fərqli yanaşmalarına fərdi formada yanaşmaq. Fərqliliklərinə, uşaqların fərqli tiplərinə, uşaqlardakı olan o müxtəlifliklərə, fərqliliklərə fərdi formada biz təhsil verən şəxs olaraq bizim fərdi formada yanaşmağımızdır. Çünki biz burada müəllim deyir, təlim prosesini uşaqların güclü və zəif tərəfləri seçim və maraqlarına əsasən qura bilsin. Bəli, çünki biz differensial təlim təşkil eləməsək, ümumiyyətlə, differensial təlim bizə nəyə kömək eləyir? Biz uşaqların zəif və güclü tərəflərini bilə bilməliyik. Çünki biz müşahidə eləməliyik də zaten. Biz differensial təlim mühitində o uşağın fərdi yanaşmamızla, o uşağın nə dərəcədə zəif potensiallı, nə dərəcədə güclü potensiallı, güclü, məsəl üçün, mənimsəməyə, biliyə malik bir uşaq olduğunu biz ayırd edə bilərik. Həmçinin də seçim və maraqlarına əsasən, təbii ki, uşağın seçim haqqı, seçim maraq da deyəndə biz zaten uşaq yönümlülüyü, açar sözlərini özümüzdə, yəni belə deyək də, cümlənin içərisində reallaşdırmış oluruq.
Yəni differensiallaşdırma da bu oldu və qiymətləndirmə standartı da adından görüldüyü kimi qiymətləndirmə, dəyərləndirmə, düzdür, dəyərləndirmə qeyri-rəsmidir. Necə qeyri-rəsmi? Standart olaraq dəyərləndirmə yox, qiymətləndirmə veririk. Amma dəyərləndirmə məsəl üçün uşağın belə deyək də, nailiyyətlərini, kiçicik uğurlarını dəyərləndirmə. Məsəl üçün, sən çox gözəl cavablar verirsən, uşağa bir stimul verirsən, sən bu rəsmi çox gözəl çəkmisən, səndə daha da gözəli olacaq. İnanıram ki, sən daha da yəni yüksəklərə gedəcəksən, nailiyyətlər əldə edəcəksən. Yəni bu dəyərləndirmədir, uşağı motive etmədir. Amma qiymətləndirmə rəsmi olaraq dövlət tələbidir. Necə dövlət tələbi? Təhsil alanların, yəni uşaqların nailiyyət səviyyəsinə təhsil verən şəxs tərəfindən qoyulan dövlət tələbidir. Çünki sən onu mütləq qiymətləndirməni verməlisən və rəsmi sənəddə qiymətləndirməni yazmalısan. Qiymətləndirmə standartı deyəndə dövlət tələbi olaraq gözünüzün önündə qalsın açar söz olaraq dövlət tələbi. Bu da belə. İdrak fəallığı. İdrak fəallığı əsas yeri qeyd edəcəm ki, zaten burada özünüz oxumusunuz, yəni oxuyacaqsınız ki, konkret olaraq nəyi deyir? Yəni idrak fəallığında koqnitiv xarakter daşıma açar sözdür, bu bir mənalı olaraq koqnitiv xarakter daşıma, eyni zamanda da uşaqlarda hər hansı problemin həlli tələbatı, yəni bizim qeyd etdiyimiz kimi səriştələrdə problem həll etmə bacarığı, eyni zamanda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir. İdrak prosesləri də nədir? Uşağın daha da diqqətinin gücləndirilməsi, uşağın daha da diqqət, belə deyək də, diqqət psixi prosesini, diqqət adaptasiyasını formalaşdırır. Yəni bunları özünüz oxuyacaqsınız, amma mən əsas yeri burada PDF-də olmayan yeri qeyd edəcəm ki, fərqli cəhətini deyəcəm. Məsəl üçün, idrak fəallığının təlimi təşkilə verilən tələb prinsiplərdə PDF-də qeyd alınır, yer alır. Zaten təlimi təşkilə verilən prinsiplər hansıları idi? Şəxsiyyət yönümlüdür, nəticə yönümlüdür, əyanilikdir, idrak fəallığıdır, əməkdaşlıqdır. Əməkdaşlıq da bir də differensiallaşdırmadır da, yəni 6 prinsipi var. İndi idrak fəallığının, məsəl üçün, mən didaktik prinsipdə idrak fəallığını biz inkişaf yönümlülüklə oxşar götürəcəyik. İnkişaf yönümlü. Qeyd eləyərsiniz, idrak fəallığı didaktik prinsiplərdə inkişaf yönümlü olaraq götürüləcək. İnkişaf yönümlülüyün harda xüsusiyyətini gördünüz? Məsəl üçün, biz burada yuxarıda qeyd etmişdik ki, inkişaf yönümlü nə idi burada? Uşaqların idrak fəallığı. Görürsünüz, fəallıq sözü burada da var. Bu idrak fəallığını elə gətirib burada qoyublar idrak fəallığında. Təlimi təşkilə verilən prinsiplərdə idrak fəallığı olaraq qoyublar. Aydındırmı? Yəni, harada inkişaf yönümlülüyünü siz açar sözlərini görsəniz, lap elə tərifin özünü görün, cümlənin özünü görün. Desək ki, bu, tutalım ki, uşaqların idrak fəallığı, onların nailiyyətlərinin davamlı təhlili, qiymətləndirilmə, təhlil və qiymətləndirmə sözü harda görsəz, onların bilik, bacarıq və vərdişlərinin daimi inkişafı, istər formativ, istər summativ qiymətləndirmə. Aydındırmı? Yəni, biz zaten inkişaf yönündə demişdik ki, uşaqların formativ, summativ qiymətləndirilməsi, daim uşağın inkişafını izləmə, harda gördünüzsə, gətirin, desək ki, harda təlimi təşkilə verilən prinsiplərdə hansında özünü əks etdirir? Təbii ki, nə götürəcəm? Götürəcəm idrakın fəallığında. İdrakin fəallığı. Aydındır. İdrakin fəallığı, deməli, biz burada uşaqların problem həll etmə bacarığını görürük. Biz burada uşaqların bir, belə deyək də, fəal prosesini görürük. Nəyə görə? Bax, şəxsiyyət yönümlü didaktik prinsipdə biz burada zaten demişdik nəyi? 4 deməli, zəruri bacarıqdan biz birinci idraki qeyd etmişdik, düzdürmü? İdrakla, bax, bu şəxsiyyət yönümündəki idrakla təlimin təşkilinə verilən prinsipdəki idrakin fərqi nədir? Bax, bunu bilməlisiniz əsas. Tutalım ki, sualda düşmədi, bilməlisiniz də. Deyərsiniz ki, mənim, axı, orada da idrak var. Zaten idrak adı üstündə nədir? Qavramadır. Adı üstündə nədir? Təfəkkürdür. Adı üstündə nədir? Kognitivdir. Düzdürmü? İdrak idrakdır. Mənim əqli tərbiyəmdir, mənim zehnimdir, qavramamdır, anlamamdır, dərk etməmdir, tənqidi təfəkkürümün inkişafıdır idrak. Amma bəs yaxşı, bu idrak fəallığı ilə bu şəxsiyyət yönümlüdəki idrakin fərqi nədir gəlin desək? Fərqi budur ki, şəxsiyyət yönümlüdəki idrak sadəcə bugün
mən oxuyuram, anlayıram, dərk edirəm. İnformasiyanı alıram. Sanki elə bil bilikdir. İnformasiyadır. Necə ki deyirəm, o biliyi fəaliyyətə çevirirəmsə, yəni bacarığa çevirirəmsə, üzr istəyirəm, fəaliyyətə. Fəaliyyətə tətbiq edirəmsə, deməli o bilik artıq olur bacarıq. Bacarıq olur. Amma indi burada deyirəm ki, tutalım bu gün məşğələdə siz mövzunu verirsiniz, mənimsədirsiniz uşağa, tutalım. Amma onu belə deyək də, uşaqlarda bir necə deyim, problem qoyuluşu qoymursunuz ki, uşaqlar onu müstəqil sürətdə özləri həll edə bilsinlər, özləri analiz edə bilsinlər, özləri məntiqi mühakimə yürüdə bilsinlər. Aydındırmı? Yəni özləri öhdəsindən gəlməyə çalışsınlar, problemin öhdəsindən gəlməyə çalışsınlar və iş üsulları desək, tərbiyə təşkilə verilən o iş üsulları, iş forması yox, iş üsullarından desək daha çox müzakirə və suallar iş üsulunu biz burada götürə bilərik. Bir dəqiqə. Aha, burada idrak fəallığında müzakirə və sualları götürə bilərik. Çünki siz suallar verməklə, suallar ünvanlamaqla uşaqlarda idrak fəallığını stimullaşdırmalısınız. Uşaqlarda idrak proseslərini fəallaşdırmalısınız. Yəni, bax, budur. Şəxsiyyət yönümlülüklə fərqi budur. Sadəcə, hə, idrakdır, idrakim varsa, şəxsiyyət yönümlü uşaq yetişdirirəm. Çünki o uşağın artıq təfəkkürü də inkişaf eləyib, artıq o uşağın mənimsəməsi də yaxşıdır, o uşaq qavrayır, o uşaq... Baxın, bax, tutalım ki, bugün 3 dairəsində uşaqlara keçirsiniz. Tutalım ki, 3 dairəsində rəqəbi verdiniz. Keçdiniz. Əgər o 3 dairəsində uşağı əlindən tutub yazdırmırsınızsa, 3 dairəsində çöplər qarşısına töküb o uşağa bir hesablama öyrətmirsinizsə, tutalım, və yaxud da hansısa bir məşğələ ilə inteqrativ olaraq əlaqələndirmirsinizsə, tutalım ki, bir musiqi ilə əlaqələndirəsiniz, 3 rəqəmini musiqi ilə oxuya-oxuya, tutalım ki, və yaxud da sayma bacarıqları verərək və yaxud da bir şeir formasında deyərək, məsəl üçün tapmaca formasında da deyə bilərsiniz. O qədər maraqlı yəni qatmaq olar ki, həqiqətən də əlaqələndirmə vermək olar. Eləmirsinizsə, deməli bu uşaqda idrak fəallığı oyatmırsınız. Deməli, siz həm inkişaf yönümlülüyü pozmuş olursunuz didaktik prinsiplərdən, həm də təlim təşkilinə verilən prinsiplərdən idrak fəallığını pozmuş olursunuz. Həmçinin də nədir? Pedaqoji prosesin tamlığını da pozursunuz ona görə ki, siz onun inkişaf etdirici xüsusiyyətini pozursunuz. Tərbiyə eləyirsiniz. Necə tərbiyə? Öyrədici verirsiniz, öyrədirsiniz. Öyrədirsiniz, amma əqli tərbiyəni tam yerdə yetirmirsiniz. Yetirə bilərsiniz. 3 rəqəmini keçdim, qutardı, getdi. Uşaq bir də bu 3-lü şifahi anladı. Bəs bunu yazmaq, bəs bunu hesablama kimi uşağa deməli əyani olaraq qarşısında resurslarla uşağa hesablama fəaliyyəti həyata keçirtmək necə? Və siz bunu axı inkişaf etdiricini pozmuş olursunuz burada. İnkişaf etdiricini pozmuş olursunuz. Pedaqoji prosesin tamlığında. Həmçində uşaqda bir idrak fəallığı stimullaşdırmırsınız. Həmçinin onun inkişaf yönümlülük didaktik prinsipini pozursunuz. Çünki siz inkişaf yönümlü müəllim deyilsiniz axı. Siz inkişaf yönümlü olsanız, bunun davamını da gətirin də. Bunu davamını da edin də, bəs. Sadəcə, hə, bugün idrak verdim, şəxsiyyət yönümlülüyü elədim, qutardı, getdi. Bax, budur, şəxsiyyət yönümlülüyü idraki ilə idrak fəallığı bu deməkdir. Aydındırmı? Bu deməkdir. Yaxşı. Konkret idrak fəallığının qarşısına yazırsınız inkişaf yönümlülük prinsipi. İnklüziv təhsil də zaten inklüziv təhsil bilirik ki, sağlamlıq imkanı məhdud uşaqlardır, hansı ki uşaqlarda kommunikativ bacarıq və vərdişlər inkişaf etdirməlisiniz. Uşaqların müvafiq bilik bacarıqlara sahib olmasına deməli can atmalısınız, nail olmalısınız, uşaqları müstəqil həyata hazırlamaqla həmin o sim uşaqlardan söhbət gedir təbii ki, təhsilin əlçatan olmasını həyata keçirtməlisiniz və uşaqlar, belə deyək, cəmiyyətə bərabər hüquqlu vətəndaş kimi adaptasiya etməlisiniz ki, o uşaqlar da sağlam uşaqlardan geri qalmasın. Həmin uşaqlar da sağlam uşaqlarla bərabər eyni formada, eyni təhsilə cəlb olunsunlar, eyni zamanda da cəmiyyətin bir fəal üzvünə çevrilsinlər. Yəni, bu da nə deməkdir? Bu da deməli, təhsilə fəal cəlb olunma, eyni zamanda həm pedaqoji prosesin tamlığını qorumuş olursunuz,
həm fəal olaraq cəmiyyətə adaptasiya etmiş olursunuz. O da cəmiyyətin bir sağlam, belə deyək də, fəal bir üzvünə, fəal bir vətəndaşına çevrilmiş olur. Yəni əməli başlı, belə deyim, inklüziv təhsilin sosial modelini belə deyək, formalaşdırmalısınız. Tibbi model geridə qalmış bir modeldir. Tibbi modeldə zaten həmişə pozuntu qeyd olunur. Tibbi modeldə zaten həmişə belə deyək də, uşağın qüsuru damğalanır, damğa kimi göstərilir, pozuntu verilir. Biz inklüziv təhsili geniş keçəndə özünüz daha da yaxşı görəcəksiniz ki, tibbi modellə sosial modelin fərqi nədir və nəyə görə dövrümüzdə bugün biz 21-ci əsrdə biz sosial modeli əsas olaraq götürürük. Çünki məqsədimiz uşaqları müstəqil həyata hazırlamaqdır və cəmiyyətin bərabər hüquqlu vətəndaşına çevirməkdir. Və inklüziv təhsil də bütün sağlamlıq imkanı məhdud uşaqlar üçün təhsilin bərabər imkanlarla əlçatan olmasını həyata keçirtməkdir. Aydındırmı? Yəni bütün uşaqların ehtiyaclarına uyğun həyata keçirilən təhsil prosesidir. Bu da oldu bizim inklüziv təhsilimiz. Azərbaycançılıq var. Azərbaycançılıqdakı bilirik ki, zaten yəni milli mədəni adətlərimizdən tutmuş, mədəniyyət nümunələrimizdən tutmuş, hansı ki bizdə milli bəşəri dəyərlərdir. Səriştələr olaraq dəyərlər kateqoriyasına milli kimliyin dərki, milli iftixar hissi, eyni zamanda fəal vətəndaş mövqeyinin formalaşdırılması, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz, adət-ənənələrimizə hörmət hissinin aşılanmasıdır. Yenə də deyirəm, bugün Azərbaycançılığa mən şəxsiyyət yönümlü milli bəşəri dəyərlərlə ümumiyyətlə desək ki, yəni mən belə deyək də, fəal vətəndaş mövqeyi falan, yəni nədən fərqləndirə bilərəm? Mən əxlaq tərbiyəsini aşılamaqla. Aydındırmı? Yəni mən bugün gerbi falan, himni uşağa oxutmaqla, tanıtmaqla mən onda Azərbaycançılığı tam qorumuş olmuram. Mən onu o zaman tam formalaşdıraram ki, uşaq o himni daha dərindən, daha ürəyindən, daha dövlətinə bağlı olaraq, yəni himnini əlini bir ürəyinə qoyaraq səsləndirsin, bir obraz canlandıraraq onu səsləndirsin. Aydındırmı? Yəni bilirsiniz necədir? Bu hisslər əsasında da əxlaqi tərbiyə modelini biz tam uşaqda formalaşdırmalıyıq. Şərt o deyil ki, mən bugün gerbi tanıdım, bayrağımız neçə rəngdən ibarət oldu, bayrağımızı tutalım ki, atributları nələrdir, mahiyyəti nədir bildim, yox. Yəni Azərbaycançılıqda sırf dərin hisslər, onların belə deyək də, həm üz ifadəsi, həm onların canlandırılması, daha dərindən milli məfkurəyə səbəb olma, yəni uşaqlarımızın bax şəhidləri tanımaq, şəhid nə üçün, yəni bizim şəhidlərimiz nə üçün, yəni bizim torpağımız nə üçün bu qədər şəhid qurban veribdir? Bax bunu uşaq bunu informasiya ötürdüm o demək deyil, yəni informasiya ötürdüm ha. Yəni burada uşaq onu tam anlamalıdır mahiyyətini ki, nə üçün bizim şəhidlərimiz var. Aydındırmı? Şəhid sözünün mənası nədir? Biz vətənə nə bağlı olmalıyıq ki, məsəl üçün biz hər an vətənə belə deyək də dövlətimizi qorumağa hazır olaq. Yəni bu dəyər, mənəvi keyfiyyətlər motivi tam formalaşmalıdır əxlaqi ruhda. Ona görə də Azərbaycançılıq daha dərin motivlərdən formalaşmalıdır. Sadəcə söz xətrinə yox, anlamaq, informasiya xətrinə yox, yenə də deyirəm. Varislik nədir? Varislik də ki, bayaq qeyd etdiyim kimi sistemlilik, ardıcıllıq, məzmun və mahiyyət etibarilə bir-birini tamamlama, müəyyən edilmiş yaş qrupları üzrə, təbii ki, yaş qruplarımız da bizim alt standartlarımızdır. Baxın, alt standartları gördünüz, bilin varislikdir. Çünki birinci körpələrdən məktəbə hazırlığa qədər bizim uşağın görün nə qədər yoldan keçir, nə qədər alt standart biz reallaşdırırıq, aydındırmı? Ona görə də əgər müəllim sadədən mürəkkəbə doğru mövzunu uşağa mənimsətmirsə, uşağın burada belə deyək də mövzu və məzmunu bir-biri ilə əlaqələndirmirsə, sistemliyi, ardıcılığı pozursa, deməli varisliyi də pozmuş olur. Aydındır? Bu qədər müəllimlər, qəbul tipli prinsiplərimiz bu qədər. Bircə sonda burada deməli, burada hamısı qeyd olunub. Yəni didaktik prinsipləri təkrarlamış olduq. Həm təlimin təşkilinə verilən tələb prinsiplər o gün atmışdım, sizə oxuyasınız, izah atmamışdım da, izah verməmişdim. Həm onun izahını vermiş oldum, həm də eyni zamanda kurikulumdan da bəzi əlavələr vardı ki, hansı ki, baxın, təhsildə bərabər imkanların yaradılması, biz buna heç aydınlıq gətirməmişdik də, hansı ki.
Bax, bu haqda danışdıq. Nə zaman bərabər imkanlar pozula bilər, bunu qeyd etdik. Fəaliyyəti stimullaşdırma nə deməkdir? Açar sözünə dedim ki, öyrədici, belə deyək, həvəsləndirici mühitin qurulması stimullaşdırmanın əsas, belə deyək, açar sözüdür. Daha sonra dəstəkləyici mühitin yaradılması, dəstəkləyici mühit deyəndə dəstəkləyici sözünü yadda saxlayırsınız nə ilə? Maddi texniki baza ilə açar sözü olaraq yadınızda saxlayırsınız. Maddi texniki bazamız, infrastrukturumuz, müəssisə daxili və müəssisə xarici, həm qrup otağı, qrup daxili, həm də müəssisənin çölü belə deyək də. Onu da belə deyək də, xarici mühit, daxili mühit, onların komponentləri, inşallah növbəti dərslərimizin hamısı mövzusudur ki, biz o inkişaf etdirici mühiti keçəcəyik və həmçinin daxilində yer alan güşələr bizim fəaliyyət mərkəzlərimizdir ki, dəstəkləyici mühitin içərisində olmazsa olmazımız bizim güşələrimiz yer alır. Onlara yenə də burada bax, kurikulumun özünün prinsipidir də dəstəkləyici mühitin yaradılması. Mədəniyyət prinsipi digər adı dünyəvilikdir. Dünyəviliyi bilən müəllim mədəniyyəti də biləcək. Sistemli yaradıcılığı da qeyd etdim, varisliyi də qeyd etdim, əyaniliyin özünü də qeyd etdim. Təlim təşkilinə verilən prinsip olaraq zaten diferensiallaşdırma əsas uşaq yönümlülükdə yer almış prinsip idi. Qiymətləndirmə deyərkən, qiymətləndirmə mütləq dövlət tələbidir, əsasdır, vacibdir. Qiymətləndirməni mütləq nailiyyət sözü ilə yadda saxlayın ki, uşağın nailiyyətlərinin qiymətləndirilməsi, uşağın uğurunun qiymətləndirilməsi. Nə əldə eləyibsə, sən onu qiymətləndir, yaz. Aha. Və təbii ki də bunlar da qeyd elədik və son olaraq burada bir dənə bir şeyə aydınlıq gətirmək istəyirəm ki, burada biraz solğun düşübdür. Çünki PDF olaraq qeyd eləmişəm burada şəkili ki, uşaqların VAKO, bizim VAKO abreviaturamız var ki, hansı ki uşaqların öyrənmə tərzi. Bu hissəni öyrənərsiniz müəllimlər. Burada qeyd eləyəcəm bu hissəni, hansı ki şifahi var burada. Şifahi yolla, baxın şifahi qeyd elədim. Məntiqi, vizual, bədən nədir? Kinestetik, aydındırmı? Biz deyirdik, şifahi nədir? Audial. Yəni, biz deyirik ki, şifahi öyrənən uşaqlar necə olur? Danışır. Danışmaqla öyrənir də bu uşaq. Bu uşaq daha çox audial. Həm eşidir, həm də danışır. Bu uşaq baxmır. Buna əyanilik ehtiyac yoxdur. Bu, rahat şəkildə uşaq şifahi danışaraq, xatırlamayla, yaddaşıyla beyin, idrak prosesləri rol oynayır da, şifahi kognitiv əsaslı. Elə uşaq var ki, məntiqidir. Məntiq də nədir? Bu məntiq kitabları olur. Məsəl üçün, uşaq məntiqi ilə düşünərək, rəqəmlər üzərindən, ölçülər üzərindən, hesablamalar vasitəsilə uşaq məntiqi öyrənmə tərzinə malik olan uşaqlarımız var. Vizual da ki, zaten vizuallığı bilirdik ki, vizual əyanilikdir. Vizual görərkən biz şəkillərdir, kartoçkalardır, illüstrasiyalardır, diaqramlardır. Nə olur olsun da bütün resurslarımız ki var, bu bizim vizuallığın içərisində yer alır ki, uşaq baxaraq öyrənir, uşaq görərək öyrənir, qavrayır. Bədəndəki elə uşaq var ki, təbii ki, hərəkətlidir. Çünki o uşaqlar enerjili uşaqlardır. Uşaq xoşlayır ki, əylənərək, hərəkət edərək, tutaq ki, atlanıb düşə də bilər. Onlar kinestetikdir. Onu canlandırıb oyunlarda sujetli rollu oyunlar vasitəsilə də verə bilərsiniz. Yəni, bu sujetli rollu oyun elə kinestetikdir, hərəkətlilikdir. Çünki oyun vasitəsilə öyrənmədir. Daha sonra musiqili öyrənmə var. Burada aşağıda burada var. Musiqili öyrənmə, hansı ki uşaqlar daha çox ritm tutaraq, qafiyələşdirərək, səslə oxuyaraq, elə uşaq var ki, deyir, mən onu musiqi ilə öyrənirəm. Şeiri oturub qavrayıb öyrənə bilmir, amma onu mahnının sözlərini belə deyib, musiqidə öyrənir. Musiqi vasitəsilə, zümzümə eləyərək öyrənir. Şəxsiyyətlər arası və şəxsiyyət daxili nədir? Mən keçən dəfə səhv eləmirəmsə vurğulamışdım ki, şəxsiyyətlər arası deyəndə biz şəxslər arası götürürük, yəni sosial uşaqlar, sosial, ünsiyyətcil uşaqlar, onların ətrafı var, onların qrupda, belə deyək də, ünsiyyət bacarıqları var. Çünki şəxsiyyətlər arası uşaqların həm kommunikativ bacarıqları var, həm də kooperativliyi var. Bunu qeyd edin. Kommunikativ, şəxsiyyətlər arası və kooperativ. Həm kommunikasiyam var, ünsiyyətim var demişdim zaten, ünsiyyətim də varsa, mütləq ki, mənim əməkdaşlığım da olacaq. Bunlar bir mənalı şəkildə, yəni şəxslər arası, ictimai, toplum, kollektivdə, qrupda baş çıxaran uşaqlardır ki, bunların sosial əlaqələri də güclü olur. Bir sözdən sosial uşaqlardır. Amma şəxsiyyət daxili deyirəmsə,
Şəxsiyyət daxili, yəni özümün içimə qapanan insanda bir növ. Loro dildə başa salsam, şəxsiyyət daxili içimə qapananam. Çünki mən introvertəm, introvert. Aydındırmı? Ekstravert, sosial da şəxsiyyətlər arasıdır, ekstravert. Burada yaza bilmirəm, qeyd eləyin. Ekstrovert, şəxsiyyətlər arası bərabərdir. Sosial uşaqlar, şəxsiyyət daxili isə bir dənə ox çəkin qoyun. Introvert. Introvert də digər bir adı mötərizədə qeyd etsək, fərd daxili, yəni özünə qapanıq. Asosial bərabərdir asosial uşaqlar. Çünki sosial, asosial bir-birinin əksidir. Asosialdakı zaten bunların kommunikasiya bacarıqları, ünsiyyəti çox zəif uşaqlar. Çünki bunlar ünsiyyət qura bilmirlər. Ünsiyyət qura bilmirlərsə sosiallaşması da çox zəifdir. Qrupa da adaptasiya olmaqda əziyyət çəkirlər. Kollektivdən tamamilə qıraqda qalırlar. Çünki fərdi iş veririk onlara. Görürsünüz, fərdi. Fərdi iş formalarına istifadə edərək həmin o uşaqları təhsildən qıraqda qalmamaları üçün, məşğələdən kənarda qalmamaları üçün müəllim məcburdur ki, fərdi sərbəst formada onlara müstəqil olaraq belə deyək də tapşırıqları icra etdirsin. Aydındırmı? Yəni uşaqların öyrənmə üsulunu bilmək üçün bir də burada qeyd olunub ki, müşahidə mütləq vacibdir. Müsahibə deyil də müşahidə. Müşahidə ona görədir ki, sən uşağı müşahidə etmədən sən onların öyrənmə tərzlərini aşkara çıxara bilmərsən bir müəllim olaraq. Çünki uşağı müşahidə et, ilkin olaraq diaqnostik qiymətləndirməni apar, uşaq yönümlüyü əsas götürərək. Daha sonra sən uşaqların VAKO abreviaturasını şvahidimi, audialdımı, məntiqidimi, vizualdımı, hərəkətlidirmi və s. Yəni bunları belə deyək də üzə çıxart. Aydındırmı? Və sonda da qeyd olunur ki, eyni kurikulum məzmun tədrisi üçün müxtəlif üsul və strategiyalardan istifadə edilməli və fəaliyyətlərin hamı üçün mənimsənilən olmasını təmin etmək məqsədi ilə tənzimləmələr edilməlidir. Üsul və strategiyada biz zaten demişdik nədir? İş forması, iş üsullarımız. Aydındır. Yəni həmin o iş forması, iş üsullarında zaten müəllim özü sərbəstdir, öz seçim haqqıdır ki, hansı formanı götürsün, hansı uşaq üçün. Məsələn, mənim uşağım tutalım ki, introvert uşaqdırsa, şəxsiyyət daxili uşaqdırsa, mən ona necə tutalım ki, belə deyək, kollektiv iş üsulu verim və yaxud da qruplarla verim. Təbii ki, fərdi iş verəcəm. Aydındır, fərdi iş forması seçəcəm. Aha. Ona görə də amma şəxsiyyətlər arasını kooperativdə, üzr istəyirəm, əməkdaşlıq da verə bilərəm, kooperativ və qruplarla da verə bilərəm. Ona görə də, yəni müşahidə mütləq vacibdir ki, o uşağın biz öyrənmə tərzlərini aşkara çıxara bilək. Bu qədər. Bu qədər müəllimlər. Hayf oldu da, yəni əsas göstərə